Dayanır. Deməli, sizə sual vermişdim ki, nazik parçadırsa, saplar tökülürsə, bastırma tikişi necə icra eləmək olar? Yəni, deməli, parça nazikdirsə, ümumiyyətlə, adi halda da, məsələn, hansısa bir parçanın kənarını qatlayırıqsa, o nazikdirsə, hiss eləyirik ki, onun kənarları sökülür. Ona görə də onu biz 2 dəfə qatlayırıq. Aha. Sonra tikirik və bizə rahat olsun, o tərs üzünə çevirib elə qatlayırıq da və bizə asan olsun deyə onu çox vaxt ütülüyürük. Ütüləyəndə elə bir onu qatlamaq da daha rahat olur. Yəni ki, bax, qatlayırıq, sonra həmin o qat yerini ütülüyürük ki, parça nazikdə, yəni sürüşüb açılmasın. 2 dəfə qatlayırıq. 2 dəfə olduğu üçün, məsəl üçün, bir dəfəni qatlayıb əlimizlə saxlaya bilirik. 2 qat saldığımız üçün orada şişkinlik yaranır nazik parçada da. Onu da ütüləyəndə tam kip dayanır, rahatlıqla tikə-tikə gedirik. Deməli, nazik parça varsa 2 dəfə qatlamaq sözünü biz yadımızda saxlayırıq. Amma qalın parçadırsa, bir dəfə də, yəni ki, tikəcəyimiz məmulatı bir dəfə də qatlayırıq. Vəssalam, orada 2 qatlama yoxdur. Bəli. Adətən o ipək parçalarda daha çox olur da, o elə bir nazik olur, onu bir dəfə qatlayanda tikdikcə də belə deyim də süzülür elə bir o parçalar. Bəli, mütləq, yəni 2 dəfə qatlayıb ütüləmək. Bəli. Ütüləmək lazımdır. İndi Sevda müəllimə. Buyurun müəllimə. Bax, mən desəm ki, həm bağlı kəsik, həm də nişanlanmış kəsik varsa cümlədə, belə deyək də, həm bağlı kəsik, həm də nişanlanmış kəsiklə qatlamadan istifadə edilir. Buna hansı tikiş aid edirik? Bu yəqin ki, çəpinə də olmaz, xaçıqvarıda düz tikiş olar, həm qatlama. Yox, bax, həm bağlı kəsik, həm də nişanlanmış kəsik sözləri varsa test cümlədə. Biz onu düz tikişli qatlamaya aid edəcəyik. Məsəl üçün, indi deyək ki, məsəl üçün, sap qat xəttindən düz tikişli qatlamada hansı məsafədən keçir? Qat xəttindən. Qat xəttindən müəllimə 0,2-0,3 sm məsafədən keçirdi. Bəs içəri bükülmüş hissədən, yəni daxildən bəs sap nə qədər məsafədən keçirdi? İçəri bükülmüş hissədən 0,5 sm. Bəli, 0,5. Bax, düz tikişli qatlamanın açar sözləri nədir? Bax, testdə nəyə görə? Bunlar qarışdırır deyib, ona görə əsas məqamları deyirəm ki, yadınızda saxlayasınız. Həm bağlı kəsik, həm nişanlanmış kəsik varsa, götürəcəyik biz düz tikişli qatlamanı. Onun açar sözüdür. Desək ki, sap qat xəttinin hansı məsafəsindən keçir? Qat xətti deyirsə, götürəcəyik 0,2-0,3 sm. Amma içəri bükülmüş hissəsini deyirsə, daxilindən sap nə qədər məsafədən keçirdisə, onda götürəcəyik 0,5 sm. Yəni, testdə bu cür salacaqlar. Yəni, başqa cür salmayacaqlar. Yəni, bu hissələri yadda saxlasaz tamamdır. Yaxşı. Sədaqət müəllimə. Bax, çəpinə tikişlə qatlama nədir? Deyə bilərsiniz tərifini. Çəpinə tikiş deməli, adından məlum olduğu kimi, kəsiyi deməli, nazik qatlanmış kənarla bağlı kəsik birlikdə, yəni. Deməli, bax, burada açar söz nədir? Bax, çəpinə tikişlə kəsiyi sökülən nazik qatlanmış kənarları tikmək üçündür. Bax, çəpinə tikişlə qatlama nədir desək, yadımızda saxlayırıq ki, burada nazik qatlanmış açar sözümüzdür, bir də kəsiyi sökülən. Cümlə də belə düşə bilər ki, çəpinə tikişlə kəsiyi sökülən nazik qatlanmış kənarları tikmək olar, tikmək lazımdır. Deməli, kəsiyi sökülən nazik qatlanmış kənarları tikmək. Nazik qatlanmış sözləri varsa, deməli, bu çəpinə tikişdir. Çəpinə tikişdir. Deməli, iynənin istiqaməti çəpinə tikişdə. İynənin istiqamətidirsə, sağdan sola götürəcəyik. Yaxşı, çəpinə tikişdə iynə qatlanmış hissədən, qatlanmış hissəni soruşam, nə qədər məsafədən keçir? Təxmini 0,1 sm məsafədən.
Yaxşı. Bəs burada birinci, ikinci tikiş arası məsafəni də soruşur bizdən. Çəpinə tikişdə birinci tikişlə ikinci tikiş arasındakı məsafə nə qədərdir? 0,12, 0,3 santimetr. 0,2, 0,3. Bax, düz tikişdə 0,2, 0,3 santimetrə rast gəlmişik. Burada deyirdi ki, sap qat xəttindən. Qat xəttinin deməli 0,2, 0,3 santimetr. Amma çəpinə tikişdə eyni santimetrdir. 0,2, 0,3 santimetr. Amma burada deyir ki, birinci tikişlə ikinci tikiş arasındakı məsafə 0,2, 0,3 santimetrə qədər olmalıdır. Yaxşı, çəpinə tikişdə iynənin qatlanmış kəsikdən hansı məsafədən parçaya keçirirlər? Qatlanmış tikişdən, kəsikdən. İynəni qatlanmış tikişdən təxminən 0,1 santimetr məsafə. Bax, burada yenə iki yerdə 0,1-ə biz rastlaşdıq, düzdür? Deməli, qatlanmış hissədən nə qədər məsafədən keçirsə, deyəcəyik 0,1, amma ki, birinci tikişlə ikinci tikiş arasındakı məsafə soruşsa, götürəcəyik 0,2, 0,3 santimetri. İndi növbə kimə çatdı? Orada çaşmasaq da. Bax, onda çalışın ki, çaşmayın. Bax, birinci, ikinci tikiş söhbəti harda oldu? Çəpinə tikişdə oldu, düzdür? Məsafə nə qədər oldu? 0,2, 0,3. 0,2 santimetr. Amma qatlanmış kəsikdən iynə qatlanmış kəsikdən hansı məsafədən keçirsə desə 0,1. Düz tikişdə qat xəttinin 0,2, 0,3 santimetr məsafəsindən keçir. Ay, sağ ol. Yəni, bax, bu hissələri diqqətlə, ara sözləri ilə, açar sözlərlə yadınızda saxlayın ki, bilirsiniz, əzbərçidir. Bu mövzu əzbərçidir. Yəni ki, bunu nə ilənsə uyğunlaşdırıb eləmək olmur. Kimin beyni əzbəri yaxşı götürür, yadda qalacaq. Kimin beyni çalışın ki, diqqətli olun. Yəni ki, əsas məqamları uyğunlaşdırın. Necə deyək, o Venn diaqramı kimi qurun beyninizdə ki, bax, burada bu cür, bu rəqəm buradaydı, burada bu yerdədir. Yəni, bu şəkildə uyğunlaşdırıb yadınızda saxlayın. Ona görə mən tez-tez deyirəm o rəqəmləri ki, beyninizə otursun. Yaxşı, Gülcöhrə müəllimə. Bax, qalın parçadan olan məmulatların kənarlarını bastırmaq, yəni tikmək üçün olan tikiş hansı idi? Qalın parça sözü var idi. Xaçvari tikişdən istifadə edirik. Bəs xaçvari tikişdə iynə iynənin hərəkəti hansı istiqamətdə olur? Xaçvaridə soldan sağa gedir. Bax, bir xaçvari tikiş də soldan sağadır, yadınızda saxlayın. Bir də su tikişində iynənin istiqaməti soldan sağadır. Amma ki, çəpinə tikişdir, düz tikişli qatlamadır. Yəni, bunlarda sağdan soladır. Sağdan sola. Bəli. Sağdan soladır. Bax, soldan sağa, sağdan sola burulma məsələsi var idi. O yivlərdə də var idi. Bağlayan zaman sağdan sola idi, açan zaman soldan sağa idi. Yivli birləşmələr. Yiv burğası. Bəli. Yiv burğularında. Bəli. İndi belə başqa görüm sizə bu çəpin xaçvari tikişdən görüm nə sual. Burada düzdür, deyir ki, məsəlcə iynə soldan sağa gedir. Ancaq sonradan isə deyir, iynəni deyir sağdan sola doğru qatlanan əsas hissələrdən növbə ilə keçirmək lazımdır. Amma əsas, yəni istiqamətini soruşsa, əvvəlindən istiqaməti olacaqdır soldan sağa. Soldan sağa başlayırıq. Qaydanda da sağdan sola növbəli. Aralardan keçirilirdisə, onda sağdan sola keçirəcəyik. Yaxşı, xaçvari tikişdə iynə qatlanan hissədən nə qədər məsafə arası olmaqla keçir? 0,1, 0,2 santimetr. 0,2 santimetr. Amma parçanın sökülmə dərəcəsindən asılı olaraq kəsiyindən neçə santimetr aralı keçirirlər xaçvari tikişdə? Bəli, parçanın sökülmə dərəcəsindən asılı olaraq iynənin 0,3, 0,5 santimetr aralı keçirirlər. 0,3, bax, ən böyük rəqəm oldu arada keçirmək deyəndə, kəsik söhbətində. Oldu xaçvaridə, kəsiyindən keçirmək deyəndə.
düz tikişdə də var. O parçanın arasından 0,5 sm keçirmək lazımdır. Orada bir Parça rəqəm. arasından. Bir rəqəmdir. Yəni 0,5. Amma burada 2 rəqəmdən ən böyüyü oldu, deməli xaçvari tikişdə. Sonra bax qatlanan hissədəndirsə məsafə arası 0,1 0,2 aid oldu xaçvari tikişə. 2 rəqəm getdi. Amma ki çəpinə tikişdə, deməli birinci tikişlə ikinci tikiş arasında məsafə 0,2 0,3 oldu. Amma qatlanmış kəsikdən keçirmə deyəndə bir dənə rəqəmdir. 0,1 sm-dir. Sonra bir də qayıtdıq. Çəpinə tikiş dedik ki, sağdan sola olur. Çəpinə tikişdə iynə qatlanmış məsafədən, qatlanmış hissədən nə qədər məsafədən keçirdirsək götürürük 0,1 sm məsafədən. Düz tikişli qatlamada isə sap qat xəttindən hansı məsafədən keçirsə 0,2 0,13, içəri bükülmüş hissədən desə 0,5. Bax, ən az deməli burada düz tikişdədir, içəri bükülmüş hissədən keçən 0,1 yoxsa 0,1 ən az şeydədir, çəpinədə. Çəpinə tikişdədir. Çoxdur. Belə. Bunları indi göz yaddaşda yaxşı saxlayarıq. İndi Ramil müəllim, köbə nədir? Göz yaddaşı var ya, ancaq onu çaşdırmır. Adam testdə çaşdıra Mütləq bilər. testlərini bir neçə dəfə işləmək lazımdır müəllimlər. Rəqəmlər o qədərdir ki, adam çaşdırır onu testdə. Yəni testdə işləyək müəllimə, yoxsa belə yadda qalmır, ancaq gərək Bax, testdə. sabahlarım sizin, yəni bizim sizlə dərsimiz yoxdur. Sabahlarım vaxt eləyin, bu testləri mütləq işləyin. O parça mövzusunda işləyin testlərini. İndi mənə elə gəlir ki, hamıya aydın oldu mövzu. Bu tikiş mövzusunda, yəni çətin mövzudur, amma o parça mövzusundan da düşür imtahana. Belə oxuyan birbaşa düşmürəm müəllim, amma siz izahlı verəndə həqiqətən yadda qalır da. Hə. İndi Ramil müəllim, köbə nədir? Bəli müəllim, köbə deməli köbə parçanın üzərinə deməli nə kimi yamaq kimi vurulan bir parçadır da müəllim, əlavə parça. Yamaq yox, bax, paltarın qoluna, yaxasına, ətəyinə tikilən ensiz zolaqdır. Ensiz haşiyədir. Ensiz zolaq, ensiz haşiyə varsa, paltarın qoludur, ətəyidir, yaxasıdır, ora tikilirik, ensiz zolaqda yamaq deyil. Yadınızda qalsın ki, ensiz zolaq, ensiz haşiyə. Nazik bir şeydir də, o səliqalı görünsün deyib. Paltarın boynunun tərs tərəfində olur da, boyun tərəfində olur ən çox, boyun tərəfində olur. Platyaların tərs tərəfindən çevrilirsə, köbə deyilir ona. Bəli, boynunda da olur, məsəl üçün ətəyində də ola bilər, yaxasında da ola bilər, qolunda da ola bilər. Hə, qolunda da ola bilər, bəli. Yaxşı. Ən çox yaxada olur. Ən çox yaxadadır, bəli. Bəli. Yaxşı, və köbənin hansı növləri var ay Ramil müəllim? Köbənin hansı növləri var? Köbə deməli eninə vurula bilir, bir də çəp vəziyyətdə vurula bilir. 45 dərəcəlik bucaqla da, həm də buna çəpəki köbə deyirlər ona görə. Yaxşı, indi keçək sizi bu mövzuda balacadır. Qoy o biri müəllimlərə də bir-iki sual verək, heç olmaya. Saçlı müəllimə, düz köbəni biçmək üçün nə edirlər? Düz köbəni biçmək üçün? Bəli. Parçanın iyi kəsində ki, o əyriliyi çıxartmaq lazımdır. Düz kəsmək lazımdır. Onu deyirsiniz. Bəli, bəli. Əyriliyi çıxarıb parçanı da düz kəsmək lazımdır. O sapı çıxardandan sonra sapın izindən elə bir ki, kəsmək lazımdır parçanı. Kəsmək lazımdır. Yaxşı, bəs Sevda müəllimə, köbələrin tikilməsi deyəndə köbələri necə tikmək olar? Deyə bilərsiniz o hissəni. Sevda müəllimə, eşidirsiniz məni? Bəli, bəli müəllimə. Kənarlaşmışdım telefondan satdım. Bax, Köbənin tikilməsi. Buyur. Hə, köbənin tikilməsi müəllimə onlar düz bucaq altında üst-üstə qoyularaq tikilirdi. Yəni kəsik hissələri bir-birinə yerləşdirilməli, üst-üstə qoyulmaqla tikilirdi. 0,3, 0,5 sm olmaq lazımdır, səhv eləmirəmsə. Bəli. Uzunluqda orada.
Yaxşı, bəs iynələr, iynə ilə işləyən zaman iynələri harda saxlamaq lazımdır? İynələrin xüsusi qutu olurdu qutuda və yaxud da ki, yastıqca olur, qola taxırsan və yaxud da masa üzərində qoyursan, yastıqçanın üzərində olmalı idi. Yaxşı. Sonra Hə, buyur. iynədən istifadə edərkən onu ağzımıza almaq olmaz, geyim üzərinə qoymaq olmaz, nəsə yəni ora taxmaq olmaz. Elə ancaq yastıqda və yaxud da ki, qutuda saxlanmalıdır. Sınıb qopmuş iynələr varsa onu kağıza büküb atmalıyıq. Sonra nə Bəs vardı orada? həmişə hansı bir vəziyyətdə də saxlamaq iynəni- lazımdır iynəni? Saplı vəziyyətdə, mütləq saplı vəziyyətdə saxlamaq lazımdır itməsin deyə. Bir də oymaq var idi. Bir Barmağa də oymaq taxılaraq tikən istifadə. zaman oymaqdan istifadə eləmək lazım idi. Yaxşı. Sədaqət müəllimə, naxış vurmada hansı növ parçalardan istifadə olunurdu? Qalın parçalar hansılar idi? Kobud nazik parçalar hansılar idi? Ən kobud parçalar mahud, sonra dəri parçalar, sonra qalın kətan parçalar idi. Bəs ən nazikləri? Ən nazik parçalar isə batis parçalardır, sonra tül parçadır. Tül parçaydı. Yaxşı, bəs naxış vurmada hansı alət və tərtibatlardan istifadə eləyirdik? Deməli, alət və tərtibatlar kərgah idi. Ən çox da dairəvi kvadrat şəklində olan kərgahlardan istifadə olunur. Sonra santimetr lent idi. Sonra karandaş idi. Sonra dərzi qayçısı, sonra kağız üçün qayçı və s. Yaxşı. Bəs bax, naxış vurma dedik ki, tətbiqi sənətin geniş yayılmış növüdür, düzdür? Bunu biz 8-ci sinifdə mən izahda demişdim sizə. 8-ci sinifdə hansı mövzuda bu cümləyə rast gələcəyik? Naxış vurma adı ilə burada gedir. Dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. 8-ci sinifdə də başqa adla gedir. Kimin yadında qalmışdı müəllimlər? Oyma idi müəllim, orada ağac üzərində oyma. Yox, bax, Naxış basma idi yoxsa? aplikasiya. Bax, aplikasiya. Bax, mən demişdim sizə. Aplikasiya idi mənim. Aplikasiya. Oxlar üzrə ölçmək. Aplikasiya. Bax, aplikasiya idi. Bax, demişdim ki, yenə deyirəm, bax, yadınızda saxlayın. Bax, testdə düşsə qarışdırmayarsınız. Aplikasiya idi ki, bir də naxış vurma idi ki, dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Bir belə düşürdü. Bir də deyirdi ki, naxış müxtəlif deyəm bircə dəqiqə hansı idi? Bax, deyirdi ki, naxış vurma geyimin, məişət əşyaların və ponnoların bəzədilməsində tətbiq olunur. Aplikasiyada da yəni bu cümlələr var, amma biraz fərqli formadadır. Bax, aplikasiyada paltarın, məişət əşyalarının divar pannolarının cümləsini görürsünüz. Bəzədilməsində aplikasiya tətbiq olunurdu. Amma naxış vurmada paltar deyil, geyimin, məişət əşyalarının sadəcə pannoların, yəni divar sözü yoxdur yanında. Bax, aplikasiya, p, paltar, p. Belə cümlə p ilə başlayacaq. Məişət əşyaları, bir də divar pannoları var aplikasiyada. Amma naxış vurmada geyimdir, məişət əşyasıdır, divar sözü yoxdur, sadəcə pannolardır. İstəsəz bir tərəfə qeyd edin. Orada fərqli olaraq bir də divar var da, hə? Sonra nə var? Divar var, bir də aplikasiyada paltarı deyir, paltarların, paltarın. Amma naxış vurmada geyimin deyir. Aplikasiyanın p-sı ilə paltarın p-sını yadda saxlayın. Bir də divar sözü orada əlavədir. Amma burada sadəcə geyimdir, pannodur. Bir də məişət əşyaları. Yəni 3 şeydir, prosta geyim əvəzinə aplikasiyada paltar deyir, bir də pannoların yanından divar pannoları deyir orada. İndi Gülcöhrə müəlliməyə gəldi, çatdı bizim növbəmiz. Görüm Gülcöhrə müəllimə. Bəli, aplikasiya həm də kəsib yapışdırmaq deməkdir. Bəli, kəsib yapışdıraraq doldururuq da içini. Ancaq burada naxış vurmada isə tikişlə tikirik, bəzəyi tikişlə vururuq. Bəli. Bax, naxış vurmada bəzəyi məsəl üçün tikişlə, məsəl üçün gül çəkirik, kənarına tikiş atırıq, içərisinə tikişlərlə doldururuq.
Bu şəkildə olur. Ancaq aplikasiyada kəsib yapışdırırıq. Elə bil ki, kəsirik onu. Bəli. Məsəl üçün ya parçadan kəsirik, ya kağızdan kəsirik, nəyinsə üzərinə Yapışdırma yolu yapışdırırıq. ilə, bəli, elə doldururuq şəklin içini. Sizə sual axtarıram. Yaxşı, bəs naxış vurma nələr vasitəsilə icra olunur? 2 formada icra olunur. Naxış vurma. Bəli. Bax, bir əl tikişi var idi, bir maşın tikişi var idi, düzdür, tikişdə. Eləcə də naxış vurmada da elədir da, düzdür, təsvir naxış vurmada təsvir parçanın üzərinə nə vasitəsilə köçürülür? İynə ilə, bir də naxış vurma maşının köməyi ilə, eləmi? İki. Bu dərsi baxa bilmədim bayaqları. Hə, heç nə olmaz müəllimə. Bax, naxış müxtəlif parçalara, məsəl üçün dəriyə, keçiyə və yaxud digər materiallara hansı saplarla salınır? Burada mən bilirəm ki, belə sap, mulinyə sapı var. Ən çox naxış vurmada o sapdan istifadə edirlər. Belə mulinyə sapından istifadə edirlər. Burada da bax onun şəkili var. Sonra ipək, yun, kətan parçalar, saplardan istifadə edirlər. Bax, dəri, parça deyəndə dəri, keçə, pambıq, kətan parçalar verilibdir. Pambıq, yun, ipək bu saplarla, həmçinin də deməli muncuq mirvarilər vasitəsilə də, yəni muncuq da sala bilərik o sapa keçirən zaman naxışa. Bəli. Bəs naxış vurma texnikası ilk əvvəl nədən başlayır? Texnikası sapın parça üzərində bərkidilməsindən. Burada məsələn mən baxmışam, burada sap iki qat keçirilir. Elə bil ki, burada necə deyim, düyün görsənməməlidir. Parçada bu naxış vurulmadı deyən, burada düyün görsənməməlidir. Ona görə də sap iynəyə 2 qat saplanır və onun arxa hissəsindən o 2 qatlanmış hissəsinin arasından keçirilir. İlmə atılır da. Düyün yaranmaması üçün, düyün yaranmaması üçün biz adi tikiş tikəndə düyün vururuq da sapa. Bəli. Ancaq burada düyün vurulmur. Naxış olduğuna görə düyün vurulmur. 2 qat saplanır iynəyə və iynənin arxası biraz necə deyim, biraz enli olmalıdır da ki, sap keçsin orada. Nazik iynə və arxası biraz uzun, enli olmalıdır. 2 qat saplanandan sonra həmin o bir tərəfi bağlı olur da. Sapın bir tərəfi bağlı olur, o birisi ucu, iki ucu açıq olur. Həmin o bağlı ucundan keçirdilər, düyün yaradırlar elə bil parçanın üzərində. Bu bilinmir, parça üzərində bilinmir. Nazik görsənir, düyün görsənmir. Bəli. Belə öz sözlərimlə dedim. Düzdür də müəllim, elə ən düzgününü siz elədiniz. Deməli, düyün görsənməsin deyib, o sapın arasından ilmə atmaqla, yəni ki, bərkitməklə başlayırıq biz o işə. Yaxşı, naxış tikmə sənəti növündə geniş yayılmış üsul hansı idi? Naxış vurmada necə başa düşürəm? İlmi üsulu. Bax, ilmi üsulu özü də, yəni deyir ki, bu sənət növündə ilmi üsulu geniş yayılıb. Geniş yayılmış üsul soruşsa bizdə testdən variant olaraq, onda biz götürəcəyik ilmi üsulunu. Bunu azaltdıq. Bəli, ilmi. İndi Ramil müəllim, siz mikrofonunuzu açın. Ramil müəllim də idi növbəti. Bəli, müəllim. Bax, 2 qat sapla yerinə yetirmək olsa, əlverişli üsuldur desək, 2 qat sapla yerinə yetirilir-dirsə, hansı üsulu götürəcəyik? İlmə üsulda müəllim 2 qat sapla. Yaxşı. Bəs iynə qabağa tikiş, iynənin hansı hərəkətdə istiqaməti ilə yerinə yetirilir? Elə bir iynə qabağa tikiş, elə iynə parçaya batırılır. Aha. Deməli,
iynə parçaya batırılandan sonra, yəni onları çox dartmaq olmaz ki, o ehtiyatla keçirdib dartmaq lazımdır ki, yəni parçada büzülmə, qırışdaşma olmasın. Deməli, bunlar da sağdan sola hərəkət etdirməklə baş verir. Deməli, bunlar arasında məsafə, iynənin arasında məsafə 5 mm məsafədə olmalıdır tikişlər olanda. Deməli, iynə parçaya daxil olandan sonra bir üzü üzdə qalır, amma arxadakı tərəfdəki üzdə, yəni o iki üzdə görkənən addımın arasında olmalıdır. Bax, 5 mm tikiş arası buraxılır. Bəs 5 mm ölçənmiriksə, o əriş də uzunluğu olan saplarla götürürüksə, neçə sap arası buraxmaq lazımdır? Neçə sap arası buraxmaq lazımdır? Eyni sayda sap arası buraxmaq lazımdır. Deməli, 5-6. 5-6 sap arası buraxmaqla eyni sayda, yəni buraxmaq lazımdır. Hər dəfə də eyni ara məsafə olmalı, düz deyirsiniz. Yaxşı. Bəs o ornamentləri parça üzərində necə yaratmaq olar? Ornamentləri parça üzərində yaratmaq üçün deməli ornamentləri sıx formada yaranırdı. Orada da iynə qabağı tikişdən istifadə olunurdu. Deməli, nətər deyim? Yəni əvvəlcə onun çərçivədən çəkilirdi, sonra o şəklin içərisi aşağı-yuxarı getməklə doldurulurdu da, yəni sıx formada aşağı-yuxarı getməklə doldurulurdu onun içərisi. Yəni müxtəlif rəngli saplardan orada istifadə olunurdu, sıx icra olunurdu o naxışlar. Yəni ornament yaradılırdı. Yəni bu üsulla aparılan tikişdə necə adlanırdı? İynə qabağa tikişdə. İynə qabağa tikiş nə adlanırdı? İynə qabağa tikiş. Bax, ornamentli tikişdə deməli yığma adlanırdı da. Yığma da yəni ki, yenə aiddir iynə qabağa tikişə. Bəli. İndi yığıldı. Saçdı müəllimə. Zəhmət olmasa siz indi açın mikrofonu. Bax, kəsilməz tikiş arası xəttə alınırdısə, biz bunu iynə qabağa aid etdik, yoxsa iynə arxaya? Kəsilməz tikiş arası xətt. Yəni ki, boşluq olmur da, belə yan-yana xəttlər gedir. O iynə qabağa da o. Əvvəlcə o şəkli doldururuq müxtəlif təsvirlərlə. Sonra da təkrar əks istiqamətdə o boşluqları başlayırıq doldurmağa. Bəli. Deməli, burada necə olur? Kəsilməz tikiş arası xətt alınır. Bəli. Bax, divar naxışı adlanırdısə, biz bunu hansına aid etdik? İynə qabağa yoxsa iynə arxaya tikişə? Divar naxışı. Divar qabağa. Divar naxışı. Divar naxışı. İynə qabağayadır. Bax, birbaşa tikişdirsək, demişdik ki, iynə arxayadır. Amma divar naxışı varsa, divar naxışı tikiş adlanır, hansı tikişdirsə, onda yadımızda qalacaqdır ki, iynə qabağa. İynə qabağa. Yaxşı, bəs iynə arxaya tikiş necə icra olunur? İynə arxaya, o elə sağdan sola tikilir də. Sağdan sola. İynə arxası tikiş edilir. Sonra parçanın tərs üzündən də tikilir. İynə iki tikiş arası qabağa keçirilir. İki tikiş arası qabağa keçirilir. Deməli, hər növbəti tikiş digəri bitən nöqtədən başlayır. Yəni ki, arada məsafə qalmır da. Eyni nöqtədən bir xətt boyunca gedir. Deməli, hər tikiş, o biri tikiş bitən nöqtədən başlayır cümləsi varsa, buna aid etdik biz iynə arxaya tikişə. Tikiş, maşın tikişini xatırladır desək, birbaşa tikiş adlanır desə, buna hansına aid etdik? İynə qabağa yoxsa iynə arxaya? İynə arxaya. İynə arxaya. Bax, maşın tikişi varsa, birbaşa tikiş varsa, deməli,
bir tikiş bitən nöqtədən növbəti tikiş başlayırdısa, götürəcəyik bunu hamısını üçünü də iynə arxaya tikişə. Amma iynə qabağa tikişdə deyəcəyik ki, tikişlər arası boş yeri doldurmaq üçündür. Kəsilməz tikiş arası xətt yaranırdısa, bitən nöqtədirsə iynə arxayadır, amma kəsilməz tikiş arası xətt alınırdısa, aid edəcəyik iynə qabağa tikişə. Divar tikişidirsə, iynə qabağa tikişə. Şəkli tam doldurmaqla müxtəlif formalı təsvirlər tikmək üçündürsə, iynə qabağa tikişə aid edəcəyik. Sonra yığma tikişdirsə, aid edəcəyik iynə qabağa tikişə. Ornament yaratmaq olardısa, iynə qabağa tikişə aid edəcəyik. Tikişlər arasında da deməli nə qədər məsafə buraxıldı? 5 mm. İynənin istiqaməti hər ikisində də deməli necə oldu? Sağdan sola. Sağdan sola. Yaxşı. Sevda müəllimə, bəs su tikişi haqqında nə deyə bilərsiniz? Su tikişinin açar məqamlarını da deyin. 7-dən qutaraq. Su tikişi müəllimə soldan sağa idi. Bir xaçvari tikişdi, bir də su tikişi soldan sağa idi. Qalanları sağdan sola hərəkət etdirilirdi. Su tikişində zərif saplardan istifadə olunurdu. Eyni ölçülü tikiş arasından tikilirdi. Düzdür, iynə qabağa tikişi də, iynə arxa tikişi də eyni ölçülü, yəni tikiş arası qoymaqla tikilirdi. Bu zaman sapı çox da olmaz ki, parça yığılmasın. Bir də çərgahdan istifadə edirdilər orada ki, yəni parçanın üzərinə vurulan naxış büzüşməsin, yığılmasın da, parçaya pis görünüş verməsin deyə çərgahdan mütləq istifadə olunmalı idi. Deməli, soldan sağa, bir də ki, aşağıdan yuxarıya doğru istiqamətdə hərəkət etdirilirdi. Hərəkət etdirilir. Deməli, burada zərif burulmuş sapla eyni ölçülü tikişlər arası zərif burulmuş sap var idi. Sapı çox dartmaq olmaz var idi. Soldan sağa idi sapın hərəkəti. Yəni, bu şəkildə yadımızda saxlayacağıq. Bəli. Bir də həmişə naxış vuranda aşağıdan yuxarıya, altdan yuxarı üstə çıxırdıq. Altdan yuxarı, bəli. Naxış parçanın üzərində görsənməlidir naxış. Bəli. Sapın da hissəsi həmin o üst tərəfdə qalmalı idi, naxışın üstündə. Bir də sap iş zamanı mane olmasın deyə sapın özülü sol əlin baş barmağına parçayı sıxmaq lazım idi. Düzəliş deyilirdi. Əgər sap vurularsa, o barmaqdan istifadə edərək sapı düzəldirdi.